15 aylıq övladım hələ də ana sözü demir. Narahat olum, yoxsa gözləyim? Bilməlisən ki, 15 ayında olan uşaqlarda babuldama dövrü artıq sözlərlə əvəz olunmalıdır. Yəni ki, baba, mama kimi hecalar şəxsə baxaraq adlandırmalıdır. Əgər övladında səslər və sözlər yoxdur, amma səni mimika və jestlərlə başa salmağa çalışırsa, bu başlanğıc mərhələsidir. Yox, övladında heç bir reaksiya yoxdursa, bu zaman narahat olmalısan. Çünki 15 ayında olan uşaqlarda babuldama mərhələsində hecalar yaranır. Onlar özünü sözlə əvəz etməyə başlayır. Səninlə göz kontaktı qurur. Şəxslərə uyğun olaraq dönüb baxır. Əgər övladın bunları etmirsə, mütəxəssisə müraciət edə bilərsən. Çünki zamanında övladın inkişafını dəstəkləmək onu yaşıdları ilə eyni inkişaf səviyyəsinə gətirir.